Nasreddin woke up in the middle of the night and saw something white in his garden. Nasreddin woke up, oyandı, in the middle of the night, gece yarısı, and saw something, nəsə də gördü, white, ağ, in his garden, bağında. It seemed to be moving toward the house. It seemed, o elə görsənirdi ki, to be moving, hərəkət edir. Towards the house, evinə tərəf. Toward tərəf. That is a thief. O oğrudur. He thought. O düşündü. And və. He took his gun. O silahını götürdü. Taken keçmişidir took. And shot at him. Və ona attı. Then, sonra, he went back to bed. O yatağa geri qayıtdı. Because, çünki, he was too frightened. O olduqca çox frightened, qorxmuşdu. To go out of the house in the dark. Evindən, deməli, çöldəki qaranlıqdakı o nəsə şeyi görəndə. Çünki out of the house, yəni evindən çöldəki. The next morning, növbəti dəfə səhər, Nəsrəddin went out, Nəsrəddin getdi çölə, and saw və gördü one of his white shirts, ağ köynəklərindən one of birini, hanging on the closest line, hanging asılmışdı, on the closest line, paltar asılqanında, in the garden, bağda. His wife, onun arvadı, had washed it, onu yuyub. The day before, bir gün əvvəl. And hang it, və onu asıb, out to dry. Yəni hang it out, çöldən asıb, to dry, qurumağa. Now, indi, it had a bullet hole. Bullet hole, yəni güllə, hole deşiyi var. Right, düz, through the middle of it, düz onun ortasında. My God, aman Allahım, Seyid Nəsrəddin dedi. I was lucky last night. Ötən gecə şanslı olmuşam. Lucky, şanslı. If I had been wearing that t-shirt, əgər mən geyinsəydim bu t-shirtü, the bullet would have killed me. Güllə məni öldürərdi. And he called his neighbors together. Və o qonşusunu çağırdı birlikdə. Asked them, xahiş etdi onlardan. To thank God, Allaha təşəkkür etsin. For saving him, onu qoruduğuna görə. A judge, hakim, was working in his room. Otağında işləyirdi. One day, bir gün, when a neighbor ran in. Neighbor, qonşu, run, qaçdı in içəri, and said və dedi. If one man's cow, əgər bir kişinin inəyi, kills, öldürsə, another's, başqasınınkini, is the owner of the first cow responsible? Owner, sahibi deməkdir. Owner of the first cow, yəni birinci inəyin sahibi, responsible, cavabdehdir. It depends, o asılıdır. Answer the judge, hakim cavab verdi. Well, yaxşı, said the man, kişi dedi. Your cow has killed mine. Sənin inəyin mənimkiləri öldürüb. Oh, answered the judge, hakim cavab verdi. Everyone knows, hər kəs bilir zət ki, a cow cannot think. İnək düşünə bilmir. Like a man, kişi kimi, yəni adam kimi. Like kimi deməkdir. So, belə ki, a cow is not responsible. İnək cavabdehlik daşımır. Yəni, is not responsible, cavabdeh deyil. And və that means that, bunun mənası odur ki, its owner, onun sahibi, is not responsible either. Cavabdeh deyil. I am sorry, judge, üzr istəyirəm, hakim, said the man, kişi dedi. I made a mistake, mən səhv etdim. I mean that, mean, nəzərdə tutmağın keçmişidir, mean that, nəzərdə tuturdum ki, my cow killed yours.
Mənim inəyim özününkünü öldürüb. Yox, mənim inəyim yours, səninkini öldürüb. The judge thought. İnək, hakim düşündü. For a few seconds, bir neçə saniyə. For müddət bildirir. İndi judge thought for a few seconds. Hakim bir neçə saniyə düşündü. And then said və sonra dedi. When I think about it. Mən düşünəndə bu barədə. More careful. Biraz diqqətli düşünəndə bu barədə. This case bu halda is not as easy as I thought. Is not as easy as asan deyil. I thought mən düşündüyüm kimi. At first birinci. İndi as easy as I thought bir tərcümə olunur. Düşündüyüm kimi asan deyil. Bəs burada kimini nə verir? As verir. And then və sonra he turned to his clerk. O katibə döndü and said və dedi. Please, zəhmət olmasa, bring me that big black book. Bring me, gətir mənə that o big, böyük, black, qara book kitabı. From the shelf, rəfdən. Behind you, sənin arxandakı rəfdən. Cümlələrə cavablar verin mütləq səsli və yazılı formada.